Mən sizi salamlayıram. Yenidən Tərtərdə olmağımdan çox məmnunam. Bugün Tərtər rayonu həyatında çox əlamətdar bir gündür. Tərtər şəhərinin su problemi, kanalizasiya problemi artıq həll olunur. Çox gözəl, böyük layihədir. Bilirəm ki, əvvəlki illərdə su problemi insanları narahat edirdi. Artıq bu məsələ öz həllini tapır. Təmiz içməli su Tərtər şəhər sakinlərinə veriləcək və eyni zamanda kanalizasiya xətləri də tam istismara hazırdır və gələcək mərhələdə ətraf kəndlərə də içməli su veriləcəkdir. Bu böyük infrastruktur layihəsidir, böyük sosial layihədir. Bu layihənin icrası üçün xarici kreditlərdən biz istifadə etdik. Eyni zamanda Azərbaycan dövləti də büdcə vəsaitini ayırdı. Və su layihələrinin icrası böyük vəsait tələb edir. Ancaq bu vəsaitin büdcəyə qayıtması məsələsi uzun illər çəkir. Yəni bu layihənin icrası sırf sosial məna daşıyır ki, insanlar təmiz içməli su ilə təmin olunsunlar, keyfiyyətli su verilsin Tərtərə və su insan sağlamlığı üçün başlıca faktordur. Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir. Və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Son illər ərzində Tərtər rayonunun timsalında biz bunu görürük. Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl birinci dəfə prezident kimi Tərtər rayonunda olmuşam. Bu yerdə vətəndaşlarla görüşmüşəm. Tərtərin siması tam başqa idi. Bugün Tərtər müasir şəhərdir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayır. Böyük infrastruktur layihələri icra edilir. Magistral yolların çəkilişi, kənd yollarının çəkilişi, qazlaşma Tərtər rayonunda 90%-dən çoxdur. Haradasa 100%-a çatmalıdır. Elektrik enerjisi ilə heç bir problem yoxdur. Bugün də içməli su məsələsi də öz həllini tapır. Yəni, əsas infrastruktur məsələləri bunlardır. Bu birinci mərhələdə görüləsi işlər idi. Bununla bərabər rayonun sosial-iqtisadi inkişafına da böyük diqqət göstərilmişdir. Burada çoxlu məktəblər, uşaq bağçaları tikilmişdir, sosial obyektlər tikilmişdir. Yəni rayon iqtisadiyyatına və sosial inkişafına dövlət tərəfindən çox böyük vəsait ayrılmışdır. Növbəti mərhələdə iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görüləcək. Xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı bizim böyük planlarımız var. Bax, burada mənə kiçik təqdimat verildi və göstərilir ki, bizim kənd təsərrüfatı ilə bağlı olan son təşəbbüslərimiz Tərtərdə öz əksini tapır. Baramaçılıq inkişaf edir, pambıqçılıq inkişaf edir. Gələn il 3000 hektarda pambıq əkiləcək, minlərlə insan bu işlərə cəlb olunacaq. Baramaçılığın da çox böyük həm dövlətə, həm insanlara xeyri var. Yəni qısa müddət ərzində, 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Xüsusilə nəzərə alsaq ki, dövlət öz dəstəyini əsirgəmir. İndi xaricdən tinklər gətirilir, insanlara verilir. Ondan sonra digər tədbirlər görülür ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf edir. Siz yaxşı bilirsiniz ki, subsidiyalar, yanacağa, gübrəyə, dotasiyalar, texnika ilə təminat, bütün bunları dövlət özlərinə götürüb ki, insanlara daha da yaxşı şərait yaratsın. Və fermerlər bütün vergilərdən, torpaq vergisi istisna olmaqla azaltdılar. Bu istiqamətdə də hesab edirəm ki, Azərbaycan dünya miqyasında nümunəvi ölkədir. Çünki öz fermerlərinə bu qədər diqqət göstərən ikinci ölkə mən tanımıram. Və bunun nəticəsində baxmayaraq ki, indi dünyada və bizim bölgəmizdə böhran yaşanır,
Azərbaycanda kənd təsərrüfatı inkişaf edir. Bu ildə artım var, gələn ildə də artım olacaqdır. Bir sözlə, növbəti mərhələdə sahibkarlığın inkişafı ilə bağlı, investisiyaların cəlb edilməsi ilə bağlı növbəti addımlar atılacaq. Tərtər rayonunda işlər düzgün qurulub. Mən dəfələrlə rayonda olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq, abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt dağılmış evlərə mən baş çəkdim və bir də əmin oldum ki, Tərtər sakinləri qəhrəmandılar. Onlar düşmənlə üz-üzə burada döyüş bölgəsində möhkəm dayanıblar. Və onların evlərinə atılan, dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir. Aprel döyüşləri ümumiyyətcə bizim şanlı tariximizdir. Azərbaycan ordusu da, Azərbaycan vətəndaşı da qəhrəmanlıq göstərmişdir. Ordumuz düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazanmışdır. Əlverişsiz mövqelərdən əks hücum əməliyyatını keçirərək böyük ərazini işğalçılardan azad etmişdir. Həm bu istiqamətdə keçmiş Dağlı Qarabağ Muxtar vilayətinin ərazisində, indiki Ağdərə rayonunda, eyni zamanda Cəbrayıl Füzuli istiqamətində. Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əskəri zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək qorxudan qaçıb gizlənmişlər. Onların kəndlərdə yaşamaq istəyən insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər də yerindən tərpənmədi. Bu böyük qəhrəmanlıqdır. Bu bir daha xalqımızın ucalığını göstərir. Və xüsusilə Tərtər sakinlərinin belə davranışı, hərəkəti hər bir vətəndaş üçün nümunə olmalıdır. Çünki siz daim burada düşmənlə üz-üzə, ön cəbhədə nəinki yaşayırsınız, yaradırsınız, qurursunuz və əminsiniz ki, Azərbaycan dövləti və Azərbaycan ordusu sizin təhlükəsizliyinizi təmin edir. Aprel döyüşləri bir də demək istəyirəm ki, tarixi hadisədir. Azərbaycan nəinki öz gücünü göstərdi düşmənə və dünyaya və bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacaq. Dağlı Qarabağ bizim tarixi torpağımızdır. Şuşa da, Xankəndi də, bütün digər işğal altında hələ ki qalan torpaqlar. Bizim tarixi coğrafiyamız çox geniş olur və tarixçilər son vaxtlar bu barədə yaxşı elmi əsərlər, kitablar yazılır. Onu da qeyd etməliyəm ki, mənim tövsiyəmlə bu məsələlər öz həllini tapır. Məsəl üçün, İrəvan xanlığı haqqında çox böyük elmi əsər yaradılmışdır. İndi bir neçə dilə tərcümə edilmişdir ki, həm Azərbaycan vətəndaşları bunu bir daha bilsinlər və dünya da bilsin ki, İrəvan bizim tarixi torpağımızdır. 19-cu əsrin əvvəllərində İrəvanın əhalisinin 70% Azərbaycanlılar idi. Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır. Və bunu indi artıq 20-ci əsrin tarixi də göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin demək olar ki, birinci qərarı, əfsuslar olsun ki, belə bir qərar verildi. Ondan ibarət idi ki, İrəvanı biz Ermənistana hədiyyə eləyək. Çox böyük səhv idi, böyük cinayət idi. Bilirsiniz, Xalq Cümhuriyyətinin mövcudluğu bizim qürur mənbəyimizdir. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranmışdır və yaxşı da işlər görülmüşdür. Amma biz gərək tarixi olduğu kimi bilək və insanlar da bilsinlər. Bu tarixi cinayət idi İrəvanı Ermənistana vermək. Çünki öz doğma torpağını verdilər. Bizim bugün indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur.
Biz nə İrəvanı, nə Meyrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz Azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik və bütün obyektiv səbəblər bunu göstərir ki, o gün gələcək. Biz sadəcə olaraq hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq. Bugün dünyada artıq beynəlxalq hüquq anlayışı demək olar ki, iflasa uğrayıb. Güc amilidir. Bu belədir. Biz də real dünyada yaşayırıq. Ona görə daha da güclü olmalıyıq. Daha güclü ordu qurmalıyıq. İqtisadiyyat daha da güclü olmalıdır. İnkişaf daha da sürətlə getməlidir. Və bugün, baxın, hətta böhranlı illərdə ölkə əhalisinin sayı getdikcə artır və artacaq. İndi 1-2 ilə Azərbaycan əhalisi 10 milyona çatacaq və bu meyl davam edir. Nə qədər çox əhali artırsa, ondan sonraki illərdə də artım daha yüksək olacaqdır. Ermənistanda isə əhali azalır, həm təbii səbəblərə, həm miqrasiya, ümidsizlik, çarəsizlik, özbaşınalıq, Ermənistanın o faşist rejimi faktiki olaraq ölkədə dözülməz şəraiti yaratmışdır və tədricən o əhali azalacaq və çıxıb gedəcək. Necə ki, indi çıxıb gedir. Biz qayıdacağıq. Qayıtmaq üçün düşünülmüş strategiya olmalıdır, konsepsiya olmalıdır. Bu var. Strateji xəttimiz müəyyən olunub və hər il biz taktiki addımları atacağıq. Birinci, bu tarixi məsələdir. İkinci isə bu ədalətli məsələdir. Biz ədalətin tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Əksinə, çalışmalıyıq ki və çalışacağıq ki, ölkəmizin gücünü artıraq, möhkəmləndirək və istədiyimizə nail olaq. Cəmiyyətdə bu məsələ ilə bağlı və bütün başqa məsələlərlə bağlı birlik var, həmrəylik var. Bizim uğurlu inkişafımız reallıqdır və hətta böhranlı illərdə də biz bu inkişafa nail oluruq. Və bizim inkişafımız bölgələrin inkişafından asılıdır. Tərtər rayonunun timsalında biz bu inkişafı görürük. Gözəl nəticələr münasibətilə sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram. Sağ olun.